أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين صدق الله العلي العظيم. Allah'ın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən, dinləyən hər kəsə. Allah'tan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları Rəbbimiz üçün əl açaraq qəlbimizdən gələn dua və mətləb hacətlərimizi bizdən qəbul eləsin. Allah'tan diləyək, Allah bu cüməni bütün bəşəriyyətə, müsəlmanlara, əhl-i beyt sevərlərə mübarək qərar versin inşallah. Möhtərəm müsəlmanlar, əziz cəmaatımız, dəyərli möminlər, bildiyimiz kimi bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən bərəkətli, ən nurani, ən gözəl bir gündür. Bir sözlə Quran və hədislərə istinad etdikdə o gündür ki, sonuncu xilaskarımızın gəlişi ilə yer üzərindən haqsızlığı apararaq haqqı, ədalətsizliyi aradan apararaq ədaləti, zülmü, sistəmi, nifaqı aradan apararaq sülhü və əmniyyəti yer üzərində bərqərar edəcəyi bir gündür. Allah bu günü bir daha xüsusilə zamana imamımızın gəlişi ilə onun dövründə o deyilən ilahi ədalətlə keçirməyi hər birimizə nəsib eləsin inşallah. Bildiyiniz kimi biz böyük bir bayramın astanasındayıq, vilayət bayramı. O bir bayram ki, Peyğəmbər Salavatullaha təkidlə onu insanlara çatdırmasını və hətta Peyğəmbər Salavatullah özü orada olanlara, eşidənlərə, orada olmayıb iştirak etməyənlərə çatdırmasını əmr etdi. Məhz hamımıza bəlli olduğu Qədirxum bayramı vilayət bayramıdır. Mən o bayram münasibəti ilə bütün bəşəriyyəti, müsəlmanları, əhl-i beyt sevərləri və sizləri səmimi dildən, qəlbdən təbrik edirəm və bir sözlə mövzumuz elə Qədirxum və bəşəriyyətin xilası. Biz bunu bir tarixi hadisə kimi deyil, bir əqidə baxışı ilə deyil, ümumbəşəri bir bu hadisənin qəbul olunması, mahiyyət və əhəmiyyətinin dərk edilməsi ilə bəşəriyyətin xilasının elə bununla bağlı olduğunu dərk etmiş olarıq. Bu barədə Quran və hədislərə, sünniyə əsaslanaraq danışacaq. Hədislərdə qeyd olunur, mərhum Şeyx Əbbas-ı Qumminin əsərlərində var. Bir nəfər məzhəbimizin rəisi İmam Cəfər Sadiq əleyhissalamdan sual edir ki, Ya Seyyidi, Ya Mövlayi, ay mənim ağam, ay mənim imamım, ay mənim rəhbərim, bizim fitir və qurban bayramından başqa bayramımız varmı? Çünki bayram deyildikdə ilk bizim bu iki böyük bayram nəzərimizə çarpır. Bir qurban bayramı, bir də fitir bayramı. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bəli, İdullahil Əkbər, Allahın elə ən böyük bayramı və savab və fəzilətdə üstün olan və fitir qurban bayramı kimi elə böyük bayramlarından olan
Qədirxum bayramıdır ki, bunu vilayətin bayramı hesab edirlər. Peyğəmbər sallallahu təkidlə və məsum imamlarımız da bunun insanlara, bəşəriyyətə çatdırılmasını istəyib. Hamımıza bəllidir, mən çox danışmaq istəmirəm, mövzulardır. Necə ki, Məhərrəmlikdə, Ramazan ayında və bu əlamətlər günlərdə də həmin tarixi hadisə danışılır. Aramızda elm əhli olan alim qardaşlarımız var, tələbə yoldaşlarımız, ruhani əzizlərimiz, onlar daha dəqiq tarixi bilgilərə, məlumatlara sahibdirlər və sizlər də əminəm ki, eşidibsiz. Amma bu qədər eşitməyimizə, öz şəxsimə deyirəm, bu qədər danışmağımıza rəğmən, bu qənaətdəyəm ki, Qədirxum hadisəsi tam çılpaqlığı ilə insanlara izah edilməyib. Hələ də bu vilayət məsələsi, başımıza elə gələn bu birliyin, vəhdətin olmaması və İslam camiyyəsində, bu dünyada müsəlmanların elə bir-birindən aralı düşərək zəifləmə səbəbi məhz elə bu vilayət məsələsi və Qədirxumla bağlı olan bir məsələdir. Ona görə hər birimiz çalışmalıyıq bu mövzunu həm mahiyyət və əhəmiyyətini dərk edək və insanlara, başqalarına da bunun mahiyyət və əhəmiyyətini çatdıraq və izah edək. Bildiyimiz kimi Peyğəmbər sallavatullahın həccətül vida həcci deyərlər. Ömrünün son həcci idi. Məkkədən qayıdarkən məhz hicrətin 10-cu ili Zilhiccə ayının 18-i idi. Hava çox isti idi. Bildiyimiz kimi ekvator xəttinin mərkəzi olduğundan ziyarətdə olanlar bilir. Allah gedməyib arzu edənlərə nəsib eləsin, gedənlərə dübarə qismət eləsin. Qızmar günəşin altında Peyğəmbər salavatullah dayanır, öndə olanların dayanılmasına və arxada olanlarınsa bunlara çatmasını söyləyir, gözləyir. Məsələnin nə qədər ağır və məsuliyyətli olmasını biz buradan düşünərik ki, Peyğəmbər sallallahu kamil əxlaq sahibi idi, kamil elm sahibi idi. Makan, kaim, mayəkun, keçmiş, indi və gələcək bir şəxsiyyətdir ki, Peyğəmbər sallavatullahın haqqında Allah Teala Qələm surəsi ayə 4-də buyurur. Bismillahirrahmanirrahim. Və innəkə lə'alə xulqin azim. Ya Peyğəmbər, sən böyük əzəmət daşıyan əxlaqın sahibisən, əzəmətli əxlaq yiyəsisən. Və ilk çağırış zamanı Peyğəmbər buyurardı ki, və innəm bu istülü utəmmimə məkariməl əxlaq. Mən gəlmişəm insanların arasında əxlaqi keyfiyyəti, o gözəlliyi bərpa edeyim. Onu yaradım, onu yaşadım. Bunları bilirsinizmi niyə deyirəm? Yəni, haqqında kamil əxlaq sahibi olan bir insan, əgər dəyəri olmayan və yaxud əhmiyyəti olmayan bir mövzuya görə yüzlər, minlər, 10 minlər, 100 minlər insanı günəşin altında saxlayardı mı? Ən az yazan, yenə deyirəm aramızda, alim qardaşlarımız var, aramızda eləşiblər, 100 minin üstü, 120 min ki, təvatür həddindədir. Təvatür həddi ona deyərlər ki, ta o hədisin sənədi axtarılmaz. Məsələn, tutaq ki, bir nəfər deyir, sübh namazı 2 rəkətdir filan hədisdə, onu kim deyib, hansı kitab axtarılmır. Çünki məzhəbindən, təriqətindən asılı olmayaraq, hamı qəbul edir ki, Quran-ı Kərimdə keçməsə də belə ki, 2 rəkətdir, namaz qılın söylənilib, əqimussalat. Yəni, bunu onun üçün qeyd etdim ki, təvatür həddinə çatmış onu deyərlər ki, yəni, onun sənədi axtarılmaz.
hamı yekdilliklə qəbul edər. Yəni 100.000-in üstü olduğu təvatür həddindədir. Amma təvafuq ortaq nöqtə məxrəc 120.000 insanın daha çoxun qarşısında Peyğəmbər sallallahu kamil əxlaq sahibi olan və missiyası əxlaqı insanlar arasında kamilləşdirən bir insan qızmar günəş altında qoca bilmir, cavan bilmir, qadın bilmir, kişi bilmir, uşaq bilmir, böyük bilmir, sağlam xəstə bilmədən hər kəsin dayanmasına, öndə olanların geri qayıtmasına, olanların dayanmasına, arxadakıların da çatmasını gözləyir. Biz evimizə bir qonaq dəvət eləyəndə yay fəslində, indiki fəslin söhbətidir də, adətən onu sərin bir vaxtda, ona daha rahat olan bir şəkildə bir vaxtı seçim eləyirsən. Adicə küçədə dayanırsan, biri ilə sözün olanda, günün altında olanda biraz keçməz, deyirsən bağışda səni də günün altında saxladım. Yaxında kölgə olanda deyirsən keçək bir kölgəyə. Yəni sən, mən qızmar günəş altında birini bir kəlmə ilə, sözlə saxlayarkən narahat olduğunu hiss etdiyimiz halda bəşəriyyətin ən əfsəli, ən üstünü, əşrəf-i kainat, əfsəl-i məxluqat Muhammed el-Mustafa sallallahu aleyhi və aleyhi və səlləm məyər bunun insanları narahat etdiyini bilmirdimi? Bilirdi. Amma görün, Rəbbimizdən ona olan dəvət, insanlara təbliğ əmri o qədər önəmli idi ki, Peyğəmbər salavatullah bunların hamısına rəğmən üzünü insanlara tutaraq buyurdu: Ələstu ovla bikum min anfusikum. Hətta tarixdə yazırlar, həmin məntəqədə, deməli, Məkkə ilə Mədinə arasında Cöhfə bölgəsi var. Orada Qədir Xub çökək bir, hətta bəzi tarixlərdə, araşdırmalarda özüm şahid olmuşam. Zamanında orada bir göl olub, suyu quruyub bir çuxur bir yerdir, məntəqədir. Həmin o Cöhfə bölgəsində, o Qədir Xum, o çökək bir yerdə Peyğəmbər sallavatullahın səsini insanlar eşitsin deyə və onu görsünlər deyə bu vücud dili, bədən dilində birini görəndə daha çox diqqət eləyirsən. Çünki bədən dili ilə qarşı tərəfə ötürülən, o emosiyalarla ötürülən bilgilər, hisslər var, duyğular var. Hətta deyirlər o gəcavələrin, o dəvələrin belində olan o gəcavələr bir hündür yerə ki, hər kəs Peyğəmbər salavatullahı görə bilsin və Peyğəmbər salavatullah da ətrafı görərək səsini çox insanlar eşidə bilsin deyə bir kürsü düzəltdilər. Hündür bir yerdən Zilhiccə ayının 18-i bütün həcdən qayıdan hacların və xüsusilə yolların ayrıldığı bir məntəqə. Bu, həmi həqiqi mənada belə idi, həmi məcazi mənada. Yəni ki, məhz elə yollar oradan ayrıldı. Həmi bu əqidə məsələlərində və eyni zamanda da o 4 yol ayrıcı deyərlər də, belə deyir. Oradan İraqa gedən oradan gedərdi, Yəmənə gedən, Suriya, Hicaza və s. Yolların ayrıldığı bir məntəqədə Peyğəmbər sallavatullaha nazil olan təbliğ əmrinin o enməsi ayəsi ki, məşhurdur. Maidə surəsinin 67-ci ayəsi. Bismillahirrahmanirrahim. Ya eyyuhər rasul. Ey Allahın rəsulu. Bəlliğ mə unzilə ileykə min Rabbik. Rəbbin tərəfindən sənə nazil olanı insanlara çatdır. Və in ləm təfəl. Əgər Rəbbin tərəfindən nazil olanı çatdırmasan, bu təbliği insanlara yetirməsən, fəma bəlləxtə risalətə.
bu 23 il ərzində etdiyin peyğəmbərliyi, bu missiyanı sanki sən sona qədər yetirməmisən. Vallahu ya'simuka minən-nas. Sən qorxma, narahat olma. Bu əmri çatdırmaqda insanlardan nigaran qalma. Allah səni insanlardan qoruyar. İnnallaha la yahdil qawmal kafirin. Həqiqətən Allah kafir tayfanı qövmi hidayət etməz deyə. Baxın möhtərəm müsəlmanlar. Allah Peyğəmbər salavatullaha bunu insanlara çatdır deyə və davamında buyurur ki, bu elə bir əhəmiyyətli işdir ki, əgər bunu insanlara çatdırmasan, sanki öz missiyanı tamamlamamısan. Deməli, Peyğəmbər salavatullahın bu 23 il ərzində öz peyğəmbərlik missiyasının tamamı bu təbliğlə bağlı idi. Bu vilayət məsələsini insanlara çatdırması ilə bağlı idi. Və bu, eyni zamanda da insanlar tərəfindən Peyğəmbərə olan o inam və münasibətin təsdiqi idi. Çünki imtahan zamanı hər şey üzə çıxır. Biri birinə dilində deyə bilər, qardaş, sənə canım da qurban, malım da qurban, çətin vaxtında mən sənin yanındayam, bil ki, varam. Amma çətinə düşəndə imkanı ola etməmək, bu onun nəticə etibarı ilə sözünün dürüst olub olmamasıydı. Orada minlər səhabə və tabiin anlamında ki, danışılıb keçən mövzularımızda Peyğəmbər salavatullahı görənlər, bu Qədir hədisi 100 minlər Peyğəmbər salavatullahı görənlərin, səhabənin önündə Peyğəmbər salavatullah bu təbliğ əmrini, vilayət məsələsini onlara söylədi. Və orada Peyğəmbər salavatullahın sanki bu əmri insanların necə, bu təbliğ əmrini, bu çatdırmağı, bu vilayət məsələsini necə qarşılayacağından, nigarançılığı baxımından Allah Teala buyurur, Vallahu ya'simuka minən-nas. Allah səni insanlardan neyniyər? Qoruyar, narahat olma gələn. Və Peyğəmbər üzünü insanlara tutaraq, Ələstu övlabikum min ənfusikum? Mənə deyin görüm, mən sizin özünüzdən də daha yaxın deyiləmmi sizə? Hamısı, bütün səhabələr yehdilliklə, Naam ya Rasulallah, bəli, ey Allahın Rəsulü, sən bizə canımız təki özümüzdən də yaxınsan. Məhz həmin o tarixi bir kəlam, Əmirül Müminin Əli ibn Əbi Talib ağamızın əlindən tutaraq bu məşhur Mən kuntu mövlahu fəhaza Aliyyum mövlah, mən kimin mövlasıyam? Əmim oğlu Əli ibn Əbi Talib də onun mövlasıdır. Möhtərəm müsəlmanlar, əziz cəmaatımız, dəyərli möminlərimiz, ifadənin dəqiqliyinə baxın. Peyğəmbər salavatullah özünü istisna edərək təkcə Əmirül Müminin Əli əleyhissalam barəsində demədi. Sonradan ayrılıqlar düşsün ki, bu Peyğəmbərin özünə yox, Əlinin özünə aid idi. Buyurdu ki, mən kuntu mövlahu, mən kimin mövlasıyamsa, yəni artıq ayrı seçkilik edənlər, yolunu ayıranlar, məhz elə Peyğəmbərin özündən başladı. Bu Peyğəmbərə olan sədaqətin göstəricisi idi. Sanki 23 il fədakarlıq edən ümməti üçün, səhabə üçün Peyğəmbər salavatullah ki, ömür sərf edib, indi son anda özünə olan o sədaqəti, o fədakarlığın qarşılığında buyurur, mən kuntu mövlahu fəhada aliyyum mövlahu. Mən kimin mövlasıyamsa, ağasıyamsa, rəhbəriyəmsə, hər hansı mənanı götürsün. Bu əmim oğlu Əli də onun vəlisidir,
rəhbəridir, Mövlasıdır. Və ardıca tarixi bir dua edir. Və adi mən adah. Ey mənim Allahım, adi mən adah, vansur mən nəsərəh, vaxzul mən xədələh, və ədiril haqqə ma'hu heysudar. Dua uzundur, məzmunu budur ki, Allahım, onu sevəni sən də sev, ona düşmən olana sən də düşmən ol, ona kömək olana sən də kömək ol, vaxzul mən xədələh, onu xar etmək istəyən kim olarsa sən də onu xar et. Allahım, haqqı o hara dönərsə onunla et. O harda olarsa haqqı onunla et. Çünki məşhur kəlam var, Peyğəmbər salavatullah buyurardı, Aliyyum ma'al haqq vəl haqq ma'aliyyin. Əli haqla, haqq da Əli ilədir deyə məşhur Peyğəmbər salavatullahın kəlamı vardı. Dualar elədi. Allahım, onu sevəni sən də sev, ona düşmən olana sən də düşmən ol. Bir sözlə bunları deyəndən sonra məhz sonda dinin kamilləşməsi ilə bağlı ən son nazil olan ayət-i şərifə Quran-ı Kərimdə Əl-yevmə əkmaltu ləkum dinəkum və ətmamtu aleykum ni'məti və raditu ləkumul İslamə dina. Buyurdu ki, ey cəmaat, bilin və agah olun. Bugün bir gündür ki, əl-yevmə məhz həmin Qədirxum çölündə Zilhiccə ayının 18-də Peyğəmbər salavatullah Əmirül Müminin Əli ibn Əbi Talib ağanın vilayətini elan etdikdən və izhar etdikdən sonra o duanı edəndən sonra buyurur Əl-yevmə əkmaltu ləkum dinəkum. Bugün dininizin kamil olduğu, kamil etdiyiniz bir gündə Allah Teala buyurur Əl-yevmə əkmaltu ləkum dinəkum. Onlara söylə ki, bugün sizin üçün mən dinimi kamil etdim və ətmamtu aleykum ni'məti və nemətimi sizə tamamladım. Və razitu ləkumul İslamə dinən və sizin üçün İslamı din olaraq razı qaldığım bir din qərar verdim və etdim deyə. Məhz bu ayət-i şərifədən sonra Peyğəmbər salavatullahın Əmirül Müminin Əli əleyhissalamın vilayətini elan etdikdən sonra demək vilayətlə dinin kamalı, nemətin tamamı və İslam dininin Rəbbimiz tərəfindən razı qaldığının təsdiq ayəsidir. Nəticədə belə bir söyləmək olar ki, Qədirxum vilayət günüdür. Bir sözlə, ümmətin Peyğəmbər tərəfindən Əmirül Müminin Əli ibn Əbi Talib ağanın vilayətini elan etməsi ilə rəhbərinin təyin edildiyi bir gündür. Əli əleyhissalam Peyğəmbər salavatullahdan sonra bu kəlamlarla, bu ayə ilə müsəlmanlara əmanətinin olduğunun göstəricisidir. Və Qədirxum bir sözlə vilayət bayramıdır, dinin mükəmməl olduğu bir gündür və Rəbbimiz tərəfindən də Peyğəmbərimizin vasitəsilə bunun insanlara bugün bəyan olduğu bir gündür. Əmirül Müminin Əli əleyhissalam haqqında təbii ki, biz nə qədər sözlər desək, nə qədər danışmış olsaq, yenə də azdır. Amma bu nemətlər bir nemətlərdir ki, bunlar barəsində qiyamət günü bizdən soruşulacaq. Nə qədər mərifət yetirdik və insanlara bunun barəsində nə qədər danışdıq. Quran-ı Kərimdə mübarək Təkasür surəsinin 8-ci ayəsində belə bir ayət şərifə keçir. Əuzu billahi mineşşeytanirracim. Letus'alunna yawma izin anin naim. Qiyamət günü sizə verdiyimiz böyük naim, fəil davam edici
sifət-i müşəbbihə əzizlərim bilirlər. Böyük, əzəmətli neymət, qalıcı və davam edici neymətlər barəsində sizdən soruşular. Hafiz Əbu Nəim adlı bir ravi deyir, mən İmam Cəfər Sadiq əleyhissalamdan bu ayədəki nəimdən məqsəd, böyük və əzəmətli neymətlərdən məqsəd nədir deyə soruşdum. Dedim, ey Allahın Rəsulunun övladı, yəbnə Rəsulillah, bu nəimdən məqsəd, böyük neymətdən məqsəd nədir? İmam Cəfər Sadiq əleyhissalam buyurdu, nəimdən məqsəd Əmirül Müminin Əli ibn Əbi Talib ağanın o vilayət məsələsidir, onu qəbul edib etməmə məsələsidir. Bir sözlə bir hədisi, mötəbər və mütəvatir bir hədisi oxuyum və onunla sözümü xülasələşdirim. Qudsi hədislərin birində Uca Rəbbimiz belə buyurur. Vilayətu Ali ibn Əbi Talib hisni fəmən dəxələ alə hisni əminə min azabi. Əli ibn Əbi Talibin vilayəti mənim bir qalamdır. Hər kəs o qalaya daxil olsa, mənim əzabımdan amanda qalar. Müharibə vaxtı qala strateji bir nöqtədir. Və Əmirül Müminin əleyhissalamın vilayətini əzabdan amanda qalmaq üçün mənəvi bir qala simvolik olaraq Uca Rəbbimiz qeyd edir ki, hər kəs Əli ibn Əbi Talibin vilayətini qəbul edə, mənim o qalama daxil olar, o qalaya daxil olan da mənim əzabımdan amanda qalar. Mərhum Şeyx Səduq əleyhir-rəhmənin bir xisal kitabı var. Cabir ibn Əbdullah Ənsaridən rəvayət olur. Cabir ibn Əbdullah Ənsari çox əzəmətli, hörmətli şəxs idi. O şəxsdir ki, Peyğəmbər salavatullahın salamını İmam Muhammed Baqirə yetirib. Peyğəmbər salavatullahı görüb, Əmirül Müminin Əli əleyhissalamı görüb, xanım Fatimə Zəhra salamullah əleyha, behiş cavanlarının ağası İmam Həsən əleyhissalam, İmam Hüseyin əleyhissalam, İmam Zeynül Abidin, İmam Muhammed Baqir, 14 məsumdan 7'sini görüb bu səhabə. Cabir ibn Əbdullah Ənsaridən hədis nəql olunur, buyurur, Səmi'tu ən Rasulillah. Peyğəmbər salavatullahdan Əli əleyhissalamın barəsində bunları eşitdim. Peyğəmbər salavatullah buyurdu, İnnə fi aliyyin xisalən ləvkanət vahidətun minhunnə fi cəmi'in nas ləktəfəv biha fəzlən. Əmim oğlu Əli əleyhissalamda olan bu fəzilətlərdən biri bu bəşəriyyətdə insanlarda olmuş olsaydı, onlara kifayət edərdi, yetərdi. Onlardan birincisi budur ki, o ki Əli əleyhissalamda var, başqalarında yoxdur. Buyurur ki, Mən kuntu mevlahu fəaliyyum mevlah. Bu yalnız Əmirül Müminin Əli əleyhissalama xasdır. Əli əleyhissalamdan başqa heç bir sahabənin barəsində Peyğəmbər salavatullah bu ifadəni buyurmayıb ki, mən kimin mövlasıyam, əmim oğlu Əli də onun mövlasıdır. Bir özəllik. 2. Aliyyum minni kənəfsi. Əmim oğlu Əli mənə canım təkidir. Mənim canımdır. Nəfs özüm demək, canım deməkdir. Heç bir səhabiyə Peyğəmbər nəfsi deməyib. O mübahilə ayəsində məşhurdur da mövzu genişdir. Bu kəlmə orada keçir deyə qeyd etdim. O ki, Nəcran xristiyanları ilə, yəhudiləri ilə Peyğəmbər salavatullahın mübahisəsi düşəndə Həzrəti Adəm üstündür, yoxsa Həzrəti İsa və s. uzun bir hadisədir. Orada Peyğəmbər salavatullah buyurdu ki, gəlin mübahilə edək, ənfusəna ənfusəkum. Biz özümüz, siz özünüz. Gedəndə Əli əleyhissalamın yanında apardı. Özü də geçsəydi, nəfs kifayət edirdi. Amma istədi deyə biz bir nurdan yaranmışıq. Əli və mən. Bir nurdan xəlq olmuşuq, bir nuruq. Ona görə hətta döyüşlərin birindən tarixdə yazırlar, bu nəfslə, canla bağlıdır deyə haşiyə çıxdım, dönəcəm hədisə.
Fitnəkarlar olub. Allah bütün zalimlara və fitnəkarlara lənət etsin, onları məhv etsin. Əmr ibn As çox fitnəkar idi, hiləgar idi. Deyir, İslam ordusu müharibələrin birindən qaydanda istədi bir sahabələr arasında ayrı seçkilik salsın. Gəldi hamının gözü qabağında, qarşısında dedi, ya Rasulallah, bu savaşda hansı səhabə daha çox yaxşı vuruşdu, daha çox əmək sərf elədi? Bir neçə səhabənin adını çəkdi, amma Əmir əl-Müminin Əli ibn Əbi Talib ağanın adını çəkmədi. Bu gördü belə biraz da fitnə yaratsın deyə buyurdu, fəeynə ismi Ali. Bəs Əlinin adı harada qaldı? Heç Əlinin adını çəkmədin. İltəfətə ilə əshabihi. Peyğəmbər salavatullah üzünü tutdu səhabələrə. Dedi, sən mənə səhabə barəsində soruşdun. Əli mənə səhabə yox, o mənim canımdır. Mən hansı səhabə soruşdun deyə mən onları saydım. Amma Əli mənim canımdır. Hədisdə də buyurur, Aliyyum minni kənəfsi. Əli mənim özümdür, canım təkidir. Peyğəmbər salavatullah buyurur ki, bu ifadələr heç bir bəşərə yox, yalnız əmim oğlu Əliyə aiddir. Taatuhu taati və masiyyətuhu masiyyəti. Ona itaat etmək, onun əmrində, qulluğunda, xidmətində durmaq, onun sözünə qulaq asıb dediyinə əməl etmək, elə mənim dediklərimə əməl etməkdir. Harbu Aliyyin harbullah və silmu Aliyyin silmullah. Əli ilə müharibəyə çıxan Allahla savaşa çıxmış, müharibə etmiş. Əli ilə sülh bağlayan, ona təslim olan Allahla təslim olub, Allahla sülh bağlamaq anlamına gələr. Vəliyyu Aliyyin vəliyyullah və aduvvu Aliyyin aduvvullah. Əlinin dostu Allahın dostu, Əlinin düşməni Allahın düşmənidir. Bu bir hədisdir ki, Cabir ibn Əbdullah Ənsari Peyğəmbər salavatullahdan ortada vasitə olmadan birbaşa nəqlidir. Deyir, mən Allah Rəsulundan bu kəlmələri eşitdim. Allah Rəsulu bunları deyəndə mən eşitdim. Və ardıca buyurur, Aliyyun hüccətullah və xalifətullahi alə ibadihi. Əli, Allah bəndələri arasında onlara Allahın hüccətidir. Allahın yer üzərində olan xəlifəsidir. Hubbu Aliyyin imanun və buğduhu küfrun. Əlini sevmək, imanda olmaq, Əliyə ədavət, düşmənçilik bəsləmək, küfürdə olmaq anlamındadır. Bu bir kəlamlardır ki, qeyrəz Əli ibn Əbi Talib heç kimin barəsində deyilmir. Bəzən irad edirlər ki, Əli qəsimun nar vəl cənnə. Deyirlər, bu ifadəni işlədəndə müşrik olursunuz. Bəzi o sələfi xəbariz təkvirçilərin düşüncələri budur ki, Əli necə cənnət cəhənnəmi bölə bilər? Cənnət cəhənnəmi təyin eləyən Allahdır. Bəşərin nə həddi nədir ki, onu təyin eləyə? Amma bu kəlmənin dərinliyinə diqqət etsək, mənasına diqqət yetirsək, Peyğəmbər salavatullah buyurur ki, Hubbu Aliyyin imanun və buğduhu küfrun. Əlini sevmək imandır və ona düşmənçilik bəsləmək isə küfürdür. Demək, buradan elə bölündü, bölünmədi. Meyyar oldu, olmadı. Ayrıldı, ayrılmadı mı? Ona görə ardıca buyurur, Aliyyun ma'al haqq vəl haqqu ma'aliyyin. Əli haqla, haqq da Əli ilədir. La yəftəriqan, hətta yəridə aleyyə əl-havz. Kövsər hövzü kənarında, bulağı kənarında. Mənə qovuşana qədər Əli haqdan, haqq da Əlidən ayrılmaz. Mən farəqə Əliyyən fəqət farəqəni və mən farəqəni fəqət farəqəllah əzzə və cəll. Bunlar bir kəlmələrdir ki, həqiqətən hər birinin barəsində danışmaq olar, amma mən xülasələşdirirəm.
həm də vaxtın azlığını nəzərə alıram. Buyurur, hər kəs əmim oğlu Əlidən ayrılsa, ayrı düşsə, məndən ayrılıb, məndən ayrı düşüb, məndən də ayrılıb, məndən uzaq düşən Allahdan ayrılıb, Allahdan uzaq düşüb. Bir sözlə, möhtərəm müsəlmanlar, əziz cəmaatımız, doğrudan da Əmirül-Müminin Əli əleyhissalam barəsində kəlmələr çox, kəlamlar çox. Allah nəsib eləsə, sabahları ömürdən vəfa qılsa, sabah axşam qədrhum tədbiri məscidimizdə, digər məscidlərdə olduğu kimi qeyd olunacaq. Hər biriniz dəvətlisiniz. Mən bugün çalışdım. Az da olsa vilayət məsələsinə toxunaq. Çünki vilayətsiz ümmət xilas ola bilməz. Və Allah bizi heç zaman vilayətdən ayrı salmasın. Bizi Əmirül-Müminin Əli ibn Əbi Talibin sevgi məhəbbəti ilə yaşadıb, onun sevgi məhəbbəti ilə dünyasını dəyişənlərdən qərar versin. Allahım, dünyada Əhl-i Beyt əleyhimussalamların ziyarətin xüsusilə Əli ibn Əbi Talib ağamızın ziyarətini, üqbada da onun şəfaətini bizlərə nəsib etginən. Allahım, bizləri təkcə dilində, sözündə yox, əməlində Əli ibn Əbi Talibin o həqiqi xas şiələrindən qərar versin. Allahım, qəlbimizdə olan hacət və mətləbləri rəva etginən. Bizi Qur'an və Əhl-i Beytdən heç bir zaman ayrı salma ginən. Yaşadığımız bu ömrü, bu fani dünyada olan, bu kainatda yaşadığımız müddətcə ömrümüzü Qur'an və Əhl-i Beytlə yaşayıb, Qur'an və Əhl-i Beyti insanlara təbliğ edən kəslərdən bizləri qərar verginən. Allahım, cümlə şəhidlərimizə rəhmət etginən. Allahım, zülmə, nifaqa son qoyginən. Bütün zalimları məhv nabud etginən. Dini İslama qüvvət verginən. Allahım, dinimizi öz əzəmət və qüdrətinlə qoru ginən. Dinimizə, məzhəbimizə uzanan əlləri məhv nabud etginən. Allahım, zəmanə imamımızın zuhurunda təcil etginən. O həzrətin gəlişi ilə zülm və zalimları məhv nabud etginən. Allahım, bizləri o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçılardan qərar verginən. Əgər ömrümüz vəfa qılmazsa, zuhur əsrini görməyə, o dövrdə həzrətin o vilayətində yaşamağı. Allahım, indiki o qeybət dövründə ki, o həzrətin vilayəti ilə yaşayırıq, o həzrətin zuhuru üçün üzərimizə düşən işləri tam dürüst yerinə yetirən bəndələrdən qərar verginən. Allahım, günahlarımızı bağışlamamış bizi dünyadan aparma ginən. Etdiyimiz duaların qəbuluna və bu söhbətlərin qəlbimizdə, ruhumuzda daha da təsirli olmasından ötürü Peyğəmbər alı Peyğəmbərə 3 ucalı səlavat zikr elə. İbadət itaətlərimizin dərəcəyə qəbuluna, günahlarımızın bağışlanmasına salavat zikr eləyək. Allah Səmiyyə xəstələrin acil şəfa tapmasına salavat zikr eləyək. Allahümmə Səlığına xatir salavat zikr eləyək. Allahümmə Salli ala Muhammed və ali Muhammed. Zindanlarda olan məhbusların, müşkillərin həll olunmasına salavat zikr eləyək. Allahümmə Salli ala Muhammed və ali Muhammed.